İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-ə keçən gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq.